Bugün Suqovuşana daha 54 ailə köçürülüb. Həmin ailələrdən biri də Xəlilovlardır. Onlar illərdir yataqxana şəraitində yaşayıb, yurt həsrəti çəkiblər. İndi isə yaşadıkları çətin günləri geridə qoyurlar. Xəlilovlara Suqovuşanda 3 otaqlı mənzil verilib. Onların köçanlarını birlikdə izləyək. Uzun illərdir Gəncədə məskunlaşmış, keçmiş məcburi köçkün Xəlilovlar ailəsi bugün doğma yurda Suqovuşana qayıtmağa hazırlaşır. Əşyalarını toplayıb yığış edirlər. Xəlilovlar ailəsi uzun illərdir ki, Gəncədə yerləşən ali təhsil müəssisələrindən birinin yataqxanasında məskunlaşıblar. Bura qeyri-yaşayış sahəsi olduğundan buranın təbii qazı və digər yaşayış üçün tələb olunan mətbəxdir, sanitar qovşaqdır, digər şeyləri yox idi. Ona görə də bugünkü günü onlar öz doğma torpaqlarına qayıtdıqlarına və gözəl, şəraitli bir evlərdə, mənzillərdə yaşayacaqlarına görə çox sevinirlər. Ailə uzun illər bu balaca qaranlıq otağın çatlamış tavanı, nəm çəkmiş divarları arasında yerləşməyə çalışıb. Evin xanımı Azadə Xəlilova deyir, yurt yuvamızdan didərgin düşəndə 10 nəfərlik ailə üzvümüzlə əvvəlcə Goranboya, sonra Gəncəyə pənah gətirdik. Təəssüf ki, itirdiyimiz doğmalarımız bu günü görə bilmədi. İki qardaşım, bir də atamı itirdik. Bir gün nə yazıq ki, atam, qardaşlarım oranı görə bilmədi. İndi 4 nəfər qayıdırıq ora. Anamdır, qardaşımdır, mənəm, bir də bacımdır. İstəyərdim ki, atam da, qardaşlarım da qayıtsın, amma qismət beləymiş. Ailənin 78 yaşlı ağbirçəyi Qətibə ana səhhəti səbəbindən köç qayğılarında iştirak edə bilməsə də, doğma torpağın havasının ona şəfa olacağına inamı var. Öyrəndik ki, Suqovuşanda Xəlilovlar ailəsinə yeni və şəraitli binada 3 otaqlı mənzil verilib. Biz bu günlər gözləmişik ki, öz doğma yurt yuvamız qayıtsın. Nə qədər çətin olsa da dözməliydik. İndi də çox şükür Allah'ın bu gününə qayıdır öz doğma yurt yuvamıza. Xəlilovların doğma yurduna köçməsi qonşularını da sevindirir. Onlar da doğma torpaqlarına qayıdacağı günü iplə çəkdiyini deyir. Bugün çox sevindirici bir gündür. Allah şəhidlərimizə rəhmət eləsin. 32 ildir bu günü gözləyirik. Şükürlər olsun ki, bizim artıq qonşularımız da Suqovuşana öz məkanına gedir. Xeyirli, uğurlu olsun. Günlər o günlər olsun ki, bu binada, bu qəzalı vəziyyətdə yaşayan binada olan bütün məcburi köçkünlər öz torpaqlarına, öz arzu elədikləri məkanlara köçsün inşallah. Qeyd edək ki, bugün Suqovuşan kəndinə daha 54 ailə, 179 nəfər köçürülür. Xəlilovlar ailəsi kimi onlar da qaranlıq otaqlardan işıqlı gələcəyə addımlayırlar. Tahirə Teymur qızı, Ramin Mehdi, Aysən Ələkbərova, İTV Xəbər, Gəncə.